Yaxşıdır, yaxşıdır. Narahat olma. Qaratın qabadı. Söyləyəcəklər, mənə söyləyəcəklər. Anam bacım, narahat olma. Yaman qəşəng. Allah köməyin olsun az. Mənə bax, 100 manat qazanmaq istəyirsən? Hə, niyə istəmirəm? Yarım saata 100 manat kim qazanır ki? Ver, yaxşı buldu, ver. Keçirik içəri, my papa içəridə bütün məni mazq eləyib də. Bax, gözəl qızsan, adam atasına elə söz deyər. Papa məni öz dostunun oğluna vermək istəyir. Keçə içəri, səninlə yarım saatlıq sevgili rolu oynayaq. Yaxşı, bacı, birdən çaşıb verdi. Papa bu sifətə də verməz də məni, getdik. Hadi puluyla dur, pul qazanıq da. Ay Safi, maşına düzəməli saxla gəlirlər. Mənim adıma da, o mənim adıma da. Yaxşı. Xoş gəlirsən qızım. Papa, sən sevgilim deyirdimi? Deyə gətirmişəm. Qızım, onsuz da bu özü tək gələnməz, buna boksur lazımdır. Valla, savadın zadın varmı? Yaxşıdır, əla, yaxşıdır. İndi mən sana bir ailə tərkibi haqqında, bir yaşayışın haqqında suallar verə bilərəm, bala rahat. Ver. Xeyli vaxt verə bilərsən, ver. Bəs, ay ürək, özün belə işliyi verirsən, maaşın zadın nə dərdir? Yaxşıdır. 1 manat əladır, şükür Allaha. Ay qızım, canın uçubunun danışına baxıram, bu parxoş qoşur. Ay papa, nə park oxşayıq? Sənin dostluğun oğlundan qat-qat nişanlıdır. 4-5 ay tanıyaq, sonra nişanlanacam. Niyə yalan deyirsən ki? Atın dünya dönmüş adamdır. Bəli, ağsaqqal, mən parkovçikəm. Nə olsun ki parkovçikəm? Zato kiminsə haqqına girmirəm, yalan danışmıram, kiminsə torbasını temirəm, namusumla, qeyrətimlə, yay, qış demədən 1 manat da olsa çörəyimi qazanıram. Ötür zavallım yalvardım. Allah xoşbəxt eləsin. Ev yox. Sana mən özüm yola çıxacağım, bax. Allah xoşbəxt eləsin, ha qızım.